Müştəri ilə mülayim danışıram. Hər müştəriyə öz dilində izah verirəm. Müştərinin nə demək istədiyini ilk cümləsində anlayıram. Mən isə müştərinin demədiyini də anlayıram. 100 ədəd sifarişi 1000 ədəd sifarişə çevirməyi bacarıram. Mən ədədlərlə deyil, markalarla işləyirəm. Müştəri deyir, sadə olsun. Mən isə qızılı çap təklif edirəm. Mən elə təqdim edirəm ki, müştəri deyir, əlavə pul verin, bir əldə parıldasın. Ödənişli dizayn sözünü cümləyə asanlıqla əlavə edirəm. Endirmə elə edirəm ki, hər kəs məmnun qalır. Təxirə salınmış işi yenidən gündəmə gətirirəm. Təcili işləri qabağa salıram. Müştəri təkrar gəlirsə, səbəbi mənəm. Müştəri dostunu da gətirirsə, səbəbi mənəm. Müştəridən əvvəl qüsurları özüm görürəm. Səhv olan faylı ilk baxışda anlayıram. Sözlərin hədsiz dərəcədə inandırıcıdır. Gözlərim dürüstlük ifadə edir. Səhsiz sifariş götürmürəm. Mən elə danışıram ki, müştəri özüdür. Get götür, ayıbdır. Mən dizaynı bacarmıram, amma müştəri elə bilir ki, dizaynı mən edirəm. Dizayn yeri yormuram, özüm də dizayn bacarıram. Siz sifariş edin. Biz bu işi əla bacarırıq.